Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanına dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan, sınaq qruplarımızdan və müsahibə dərs qruplarımızdan yararlana bilərlər. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yaza bilərsiniz. İlk sualımız belədir ki, minliklərə qədər yuvarlaqlaşdırdıqda 34.000 alınan rəqəmləri müxtəlif ən böyük ədədlə, minliklərə qədər yuvarlaqlaşdırdıqda 13.000 alınan rəqəmləri müxtəlif ən kiçik ədədin cəmini tapın. İlk öncə böyük ədəd tapaq. 34.000. Böyük ədəd tapmaq üçün biz hər zaman üzərinə 499 gəlirdik. Olur 34.499. Və bu rəqəmlər müxtəlif dediyinə görə 34'ü saxlayıram. Çünki minliyə qədər deyir ki, yuvarlaqlaşdırır. 4'ün yerinə 3 yaza bilmərəm, 2 yazaram, 9 yazaram, bir də 8. Yəni bu rəqəmləri müxtəlif bu şərtə görə 34.298 bu şərti tamamlayır. Sonra 13.000 alınması üçün rəqəmləri müxtəlif ən kiçik ədədi axtarırıq. Rəqəmləri müxtəlif ən kiçik ədəd olacaq neçə? 500 çıxacaq, 500. Olacaq 12.500. Amma yenə rəqəmləri müxtəlif deyir. Burada 2 sıfırımız var. 12.503 yazarıq. Çünki 2 yaza bilmirəm, 1 yaza bilmirəm. Şərtə uyğun olmalıdır. Və cəmin istəyir bizdən. 34.298'in üzərinə 12.503'ü gələcəm. Toplamda eləyəcək 46.801. Doğru cavabımız olacaq C variantı. Növbəti sual 2 nömrəli sualdır. Deyir, düzbucaqlı üçbucağın məlum olmayan birinci bucağı məlum bucağının 30%-dən 13 dərəcə çoxdur. Üçbucağın məlum olmayan ikinci bucağının dərəcə ölçüsü üçbucağın daxili bucaqlarının cəminin hansı hissəsidir? Düzbucaqlı üçbucaqdan söhbət gedirsə, bura 90 dərəcədir. İndi bizə deyir ki, birinci bucağın məlum bucağın 30%-dən 13 dərəcə çoxdur. Məlum bucaq 90 dərəcəli bucaqdır. Bunun 30%'ini tapsaq, bizə verir 27. 27 dərəcənin üzərinə 13 gəlsək, olacaq 40 dərəcəli bir bucaq. Deməli, bu hissə 40 dərəcəlidir. Bura 90-dırsa, bura 40-dırsa, burada 50 dərəcəli bucaq olacaq. Və ikinci bucağın dərəcə ölçüsü üçbucağın daxili bucaqlarına. İkinci bucağımız 50 dərəcəli bucaqdır. Ümumi olaraq üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Və 180-də 50 hər tərəfi 10'a ixtisar eləsək 18'də 5 olacaq. Deməli, doğru cavabımız olacaq B variantı. Növbəti bir sual 3 nömrəli sualdır. Deyir, 2 ədədin fərqi 72, ədədi ortası 134 olarsa, bu ədədlərin böyüyünün rəqəmləri cəminin 3 misli neçədir? A minus B'nin fərqi 72'dir. A plus B'nin cəmi isə biz 134'ü 2'yə vurmalıyıq ki, çünki ədədi ortanı verir bizə. Cəmi lazımdır 268. Yəni 134'ü 2'yə vurduq, oldu 268. Belə bir qayda var ki, 2 ədədin cəmi və fərqi verəndə toplayıb 2'yə böləndə böyük ədəd, çıxıb 2'yə böləndə kiçik ədəd. 72 ilə 268'i toplayıb 2'yə bölsə 170 verəcək. 170'in də rəqəmləri cəmi bizə verəcək 8 və həmin böyük ədədin rəqəmləri cəmin 3 mislini istəyir. 8'in də 3 misli 24 olacaq. Cavabımız olacaq C variantı. Növbəti sual 4 nömrəli sualdır. Rəqəmləri müxtəlif 2A 584 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda ədəd artır. A'nın yerinə yazıla biləcək ədədlərin sayını tapın. 2A 5 8 4 yazırıq. A'nın yerinə biz nələr yaza bilərik?
artım verməsi üçün 5, 6, 7, 8, 9. Amma rəqəmləri müxtəlif olduğuna görə 5-i silirəm və 8-i silirəm. 1, 2, 3 dənə rəqəm yaza bilərik. Cavabımız olacaq E variantı. Növbəti sual 5 nömrəlidir. Deyir ki, kvadratın daxilinə çevrə çəkilmişdir. Çevrənin radiusunun 5 mislinə 24 cm əlavə etsək, kvadratın perimetrinə bərabər olar. Kvadratın sahəsini tapın. Bir kvadrat çəkirəm. Bunun daxilinə çevrə çəkirik. Radius x-sa kvadratın tərəfi olacaq 2x. Radiusun 5 misli olacaq 5x. Üzərinə 24 gəlsəm, kvadratın perimetrinə bərabər olar. Kvadratın tərəfi 2x-sa perimetri olacaq 8x. Və 8x-dan 5x çıxanda 3x bərabərdir 24. X də bərabərdir 8. 8-i 2-yə vursaq kvadratın tərəfi olacaq 16. Sahəni istədiyinə görə 16-nı vurarıq 16-ya, bizə verəcək 256. Doğru cavab A variantı. Növbəti sualımız 6 nömrəli sualdır. A plus 923 kiçikdir 3750 bərabərsizliyində A-nın yerinə yazıla biləcək rəqəmləri müxtəlif ən böyük natural ədədin rəqəmləri cəmi neçədir? İlk işimiz nədir? A kiçikdir nədən? 3750-dən çıxıram 923-ü. A kiçik olmalıdır. Bu nəticəni çıxanda qalacaq 2827. 2827. Əslində A-ya bərabərdir bu. A-nın qiymətinə bərabərdir. Biz amma bunu bu qiymətdən kiçik olmalıdır ki, əgər A-nın yerinə bunu yazsaq bərabər olacaq. A bu ifadədən kiçik olmalıdır. Həm də rəqəmləri müxtəlif olmalıdır. 2 var burada. 8 yerində qalır. Biz bura 2 yaza bilmərik artıq. 1 yazarıq. Və 27-dən kiçik rəqəmləri müxtəlif ən böyük ədəd 2819 olacaq. Və 2819-un da rəqəmləri cəmi bizə verir 8 də 2, 10, bu da 10, 20. Doğru cavabımız olacaq D variantı. Növbəti sualımız 7 nömrəli sualdır. Deyir, azalan 18 vahid azaldıb, çıxılanı 12 vahid artırsaq, fərq necə dəyişər? Azalan, çıxılan, fərq. Əgər biz bunu azaldırıq, çıxılanı artırırıqsa, o zaman fərqdə nə baş verəcək? Bunların cəmi qədər azalma olacaq. Yəni 18-in üzərinə 12 gələcək, 30 vahid azalma olacaq. Azal. Cavab A variantı. Növbəti sual 8 nömrəli sualdır. Deyir, 3 natural ədədin cəmi 54-dür. Bu ədədlərin hasili ən az neçə ola bilər? Hasilin ən az olması üçün biz ədədləri bir-birindən uzaq götürəcəyik. 1, 1, 52 götürə bilərik. Çünki bunların cəmi 3 dənə ədəddir, 54 verir. Hasil isə 52 verir. Yəni 1 vurulsun 1 vurulsun 52. Cavabımız olacaq B variantı. Növbəti sual 9 nömrəli sualdır. Saat 10:00-da A şəhərindən B şəhərinə 70 km/saat sürətlə yük maşını yola düşür. Saat 11:30-da onun arxasınca A-dan B-yə sürəti 85 km olan avtobus yola düşdü. Avtobus saat neçədə maşına çatar? Aha, gəlin baxaq indi. Deməli 10:00-dan bura olsun 10:00 A şəhəri olsun. B şəhərindən isə B-yə tərəf hərəkətdə olur. 70 ilə gedən 10-dan deyək ki, bura olub 11:30. 1 saat 30 dəqiqəyə 1,5-ə vursaq bunu nə qədər olacaq? Deməli 105 kilometr getmiş olacaq. Eyni istiqamətdə olduqlarına görə 85-dən çıxıram 70-i, qalır 15.
Həmin o 105-i bölərik sürətlər fərqinə. Verəcək 7 saat. Əgər 11:30-da hərəkətə başlayıbsa, üzərinə də 7 saat gəlsək, 18:30-da çatmış olacaq. Cavabımız E variantı. Növbəti sual 10 nömrəli sualdır. Torbada 10 yaşıl, 8 ağ, 13 qırmızı top var. Torbaya baxmadan ən az neçə top çıxartmaq lazımdır ki, hökmən hər rəngdən 2 ədəd olsun. 10 yaşıldır, 8 ağ, 13 qırmızı. Biz bu tiplərdə necə yazmalıyıq? Deməli, böyükləri toplamalıyıq. Kiçiklərdən də şərtdə soruşulan qədər üzərinə gəlməliyik. 13 üzərinə 10 üzərinə 2. Cavabımız olacaq 25. E variantı. Növbəti sual 11 nömrəli sualdır. Bölünəni 3 dəfə azaldıb, böləni 4 dəfə artsaq qismət necə dəyişər? Bölünən, bölən, qismət. Bunu praktik də yaza bilərik. Belə qayda olaraq da deyə bilərik. Praktik nədir? Məsələn, götürürəm 12-ni bölürəm 1-ə, bərabər olur 12-yə. 3 dəfə azaldıram bölünəni. 12-ni 3 dəfə azaldanda 4. Bunu 4 dəfə artırıram. 4-ü 4-ə böləndə 1 olur. Əvvəl 12 idi, indi olub 1 qismətimiz. Deməli, 12 dəfə azalma olacaq. Bu şərtdə 12 dəfə azalar. Növbəti sual 12 nömrəli sualdır. Deyir ki, 1800 litr su tutan hovuzdan 216 litr su var. Hovuza 2 boru qoşulub, birinci 3 dəqiqə 150 litr, digər isə 5 dəqiqə 190 litr su vurur. Hovuz neçə dəqiqə dolar? 1800-dən 216-nı çıxıram. Yəni olan məlum suyu çıxıram. Qalır nə qədər? 1584 litr. 150-ni bölürəm 3-ə, 50 düşür. 190-ı bölürəm 5-ə, 38 düşür. Digər ikisi bir yerdə doldurmalıdır. 50 ilə 38-i toplayıram 88 və 1584-ü bölürük 88-ə. Nəticədə neçə olacaq? 18 dəqiqə. Cavabımız olacaq D variantı. Növbəti sual 13 nömrəli sualdır. Deyir, ana qızından 30 il böyükdür. 6 il sonra ana qızının yaşının 3 misli olacaq. Ananın hazırki yaşı neçədir? Ana və qız. Qız x yaşdadır, ana x plus 30 yaşdadır. 6 il sonra buna da 6 gəlirik, burada 6 gəlirik və kiçik olan hissəni 3 misli olduğuna görə qızın yaşını 3 mislini tapsaq, ananın yaşına bərabər olacaq. 3-ü x-ə vursam 3x plus 18 bərabərdir ananın yaşına. Deməli x plus 36-ya. 3x-dən x çıxsam 2x bərabərdir. 36-dan 18 çıxanda 18. X də bərabərdir 9. Və bizdən kimin yaşını soruşur? Hazırki ananın yaşını. 9-un üstünə 30 gəlsək, olacaq 39. Ananın 39 yaşı var. Növbəti sual 14 nömrəli sualdır. 14 nömrəli sualda nə deyir bizə? Deyir ki, avtomobil yolun 9-da 4 hissəsini getdi. Əgər 12 kilometr çox getsəydi, yolun yarısına çatardı. Yolun uzunluğu neçə kilometrdir? 9-da 4-ünü gedib, üzərinə 12 də getsə, yolun yarısına çatırsa 2-də 1-nə çatır. Biz 2-də 1-dən çıxarıq 9-da 4-ü, bərabər eləyərik 12-yə. Ortaq bölən, deməli, taparıq 2 ilə 9-a 18, buranı 9-a vuraram. Buranı isə 2-yə vuraram, 18-də 8 bərabərdir 12.
18-də 9-dan 18-də 8-i çıxsaq qalacaq 18-də 1 bərabərdir 12-yə. 12-ni də 18-ə vursaq 12 vurulsun 18. Bizə verəcək 216. Deməli ümumi yolun uzunluğu nə qədərmiş? 216. Növbəti sual 15 nömrəli sualdır. Buğdanın çəkisinin 7-də 6-sı qədər 10, onun da 4-də 5-i qədər xəmir alınır. 200 deməli 40 kiloqram xəmir əldə etmək üçün nə qədər buğda gərəkdir? Biz burada necə yazmalıyıq? İlk olaraq 4-də 5 hissəsi 240 olan ədədi tapıram. 240-ı 5-ə bölürəm. Vururam 4-ə, x olur 192 kiloqram. Aha. 192. Bu buğdanın aldığımız 10'dur. Və buğdanın çəkisinin 7-də 6 hissəsi qədər də 10 lazım olur. İndi 7-də 6 hissəsi 192 olan ədəd tapaq. 192-ni 6-ya bölsək 32, 7-yə vursaq olacaq 224. Deməli bizə əvvəlcədən 224 kiloqram buğda lazımdır ki, bu şərti tamam edək. Növbəti sual 16 nömrəli sualdır. Yağ bidonunun 7-də 4 hissəsi boş olduqda 33 kiloqram, tam dolu olduqda isə 61 kiloqram olur. Bidonun boş ağırlığını tapın. Yağ üzərinə bidon bərabərdir. Deməli 61 tam olanda. 7-də 4'ü boşdursa dolu hissə lazımdır. 7-də 3 yağ üzərinə bidon bərabərdir 33-ə. 7-də 7-dən 7-də 3'ü çıxsa 7-də 4 hissəsi bərabərdir. 61-dən də 33'ü çıxacam. 28 qalacaq. Yağ özü nəyə bərabərdir? 28-i 4'ə bölsək 7, 7, 7, 49. Tam yağ 49 kiloqramdır. Bidonun ağırlığı isə 61-dən çıxarıq 49'u. 12 kiloqram bidonun öz ağırlığı olacaq. Cavabımız olacaq D variantı. Növbəti sualımız 17'dir. Deyir ki, qalıqlı bölmə əməlində bölən 75, nataman qisməti 12 olarsa, bölünənin ən böyük qiymətinin rəqəmləri cəmini tapın. Deməli, ədədimiz x-dir. X-i bölürük 75-ə. Nataman qismətdə 12 düşür. Ən böyük ədəd istədiyinə görə də qalıq 74 olacaq. Və bu şərtə görə 12-ni vuracam 75-ə. Üzərinə də 74'ü gələcəm. 12-ni 75'ə vuranda 900, üzərinə də 74 gəlsək, ümumi olacaq 974. Və bunun da rəqəmləri cəmi bizə verəcək 20. 9 üstə gəl, 7 üstə 4. Cavab olacaq 20. Burada qeyd olunmayıb, texniki səhv olub yəqin ki. Növbəti sual 18. Bir taxta parçasını 8 hissəyə bölmək üçün 21 dəqiqə zaman lazımdır. Bəs onu 12 hissəyə bölmək üçün nə qədər zaman lazımdır? 8-dən 1'ini çıxıram, 7 kəsim olur. Bizim hər zaman kəsimə dəqiqələrimiz gedir, zamanımız itir. 21'i bölərəm 7-yə, 3 dəqiqə zaman itirəcək bir kəsim üçün. 12 hissədirsə, 12'dən çıxaram 1'i, 11 kəsim. 11'i də 3'ə vursam 33 edəcək. Cavabımız olacaq A variantı. Növbəti sual 19. Məhsul ədədi 18 vahidə artırıb alınanı 6 dəfə azaltsaq 42 alınır. Məhsul ədədin 6/1 hissəsinin rəqəmləri cəmini tapın. Məhsul ədəd x-dir. Üzərinə 18 gəlib 6'ya bölüb 42 almışıqsa, bu tənliyimizi həll edəcəyik. 42'ni 6'ya vurub x plus 18
bərabərdir 252-yə. X də bərabərdir 234-ə. Və aldığımız 234-ün altda biri bizə lazımdır. 39 və 3 ilə də 9-un cəmi 12. Deməli, rəqəmləri cəmi olacaq 12. Növbəti sual 20 nömrəli sualdır. Deyir, kater çayın axından qarşı 24 dəqiqəyə 9,6 kilometr yol gedir. Çayın axma sürəti 50 metr böl dəqiqə olarsa, kater göldə 2 saata neçə kilometr yol gedər? Birincisi 24 dəqiqəyə 9,6 gedirsə, bizə 60 dəqiqə gedilən yol lazımdır. X. X bərabərdir. 60-ı vuraram 9,6-ya, bölərəm 24-ə. X özü nəyə bərabər olacaq? 24 kilometr. Həmin tapdığımız 24 kilometr axına qarşı sürətdir. Yəni, kater çıx çay bərabərdir 24-dür. Çayın öz sürəti məlumdur, 50-dir. Yəni, 1 dəqiqəyə 50 metr gedir. Bəs 60 dəqiqə nə qədər gedər? X də bərabərdir 3000 metr gedəcək. 3000 metr. Yəni 3 kilometr. İndi çayın sürəti məlum, katerin sürəti tapaq. Çünki göldə kater bizə lazımdır. 24-ün üzərinə 3 gəlsək, 27 katerin sürətidir. Və 2 saata dediyinə görə 27-ni 2-yə vururam, 54. Cavabımız olur C variantı. Növbəti sual 21 nömrəli sualdır. Bizdən nə istəyir? Deyir, tənliyi həll edən rəqəmləri cəmini tapın. İlk olaraq biz 72-ni 6-ya böləcəm. Olacaq 12. Yəni bu hissədən bura olacaq 12. Sonra 12 tapdıq. 120-dən 12 çıxacaq. 108. 108. Sonra 108-dən 3-ə bölsək 36. 36. 24-dən 36-nı çıxsam, 36-dan 24 çıxsam 12. 12. İndi tənliyi yazaq. 6x plus 6 böl 12 bərabərdir 12-yə. 6x plus 6 bərabərdir 144-ə. 6x bərabərdir 138-ə. X də bərabərdir 23-ə. Və bizdən deməli rəqəmləri cəmin istəyir. 3 üstə 2 gələcək 5. Növbəti sual 22 nömrəli sualdır. Deyir, 3 il əvvəl atanın yaşı oğlun yaşının 4 misli idi. 5 il sonra isə atanın yaşı oğlun yaşından 21 yaş çox olacaq. Hazırda atanın neçə yaşı var? Ata, deməli, oğul, ata. Deyir ki, 3 il əvvəl 4 misli idisə, bu x-dirsə, bu da 4x-dir. Amma 3 il əvvəldən söhbət gedir. İndiyə gəlmək üçün 3 gəlirik, buna da 3 gəlirik. 5 il sonraya getmək üçün 5 gəlirik, burada 5 gəlirik. Oğul olur nə? X plus 8, ata olur nə? 4x plus 8. Amma biz oğlun yaşının üstünə 21 yaş gəlsək, deməli, atanın yaşına bərabər olacaq. O zaman 4x-dən x çıxarıq, 3x bərabərdir. 8 ilə 8 gedəcək, qalacaq 21. X də bərabərdir 7. Hazırda atanın yaşını istəyir. Atanın yaşı bu qaydadadır. 4x plus 3-dür. 4-ü vuraram 7-yə. Üzərinə də 3 gələrəm. 28 üstə 3, 31 yaş. Cavabımız olacaq B variantı. Növbəti sual 23 nömrəli sualdır. 23 nömrəli sualda nə deyir bizə? Bir malın qiyməti əvvəlcə 25% artırılır. Sonra yeni qiymət 20%
endirilir. Son qiymət 600 manatdırsa, ilkin qiymət neçə manatdır? Əgər 20% endirilirsə, 100-dən 20'sini götürürük. 80%'də 600 olub. 100%'də nə qədər olacaq? X. X də bərabərdir. 100'ü vuraram 600'ə, bölərəm 80'ə. Bu bizə verəcək 750. Aha. 750 manat olub ki, bunu endiriblər. 20%'ni endirəndə 600 olub. Artıq bura qədər məlumdur. Keçirik ikinci şərtə. Deyir ki, bir malın qiyməti əvvəlcə 25% artırılır. Yəni 25% artırılanda olur 125. 125%'də aldığımız 750'dirsə, bəs bizə ilkin qiymət neçə manatdır? İlkin qiymət 100%'dir. 100%'də X-dir. X də bərabərdir. 100'ü vuracam 750'yə, böləcəm 125'ə. Və 100'ü 750'yə vurub 125'ə bölsək, olacaq 600. Deməli, ilkin qiymət də nə olub? 600 manat olub. Növbəti sual 24 nömrəli sualdır. Deyir, bir işçi işi tək başına 12 günə, digər işçi isə 18 günə görə bilir. Hər iki işçi birlikdə işləsə, iş neçə günə bitirərlər? Demək, yazırıq 12'də 1, üzərinə 18'də 1 bərabərdir 1 bölünsün x-a. Ortaq bölən 36 gətirirəm. Buranı 36 eləmək üçün 3'ə vurarıq. Buranı da 36 eləmək üçün 2'yə vurarıq. Bərabərdir 1 bölünsün x-a. X də bərabərdir 36'nı böləcək 5'ə. 36'nı da 5'ə bölsək, olacaq 7,2. Demək, doğru cavabımız olacaq A variantı. Növbəti sual 25 nömrəli sualdır. Deyir ki, 12 onluqla 5 minliyin cəmi neçədir? 5 minlik deyəndə 5'in arxasına 3 sıfır atacam. 12 onluq deyirsə 12'nin arxasına 1 sıfır. Yəni 5'i 1000'ə vuracaq, 12'ni də 10'a vuracaq. Toplasaq 0, 2, 1, 5, 5120. Qeyd edim ki, bu suallar sertifikasiya üçün nəzərdə tutulub. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.